Dəyərli abituriyentlər, heç kəsə sir deyil ki, buraxılış imtahanı o qədər də çətin deyildi. Və bu, blok imtahanında müəyyən bir tarazlamanı, tənzimlənməni bizdən istəyə bilər. Yəni, sən bloka yaxşı hazırlaşmalısan ki, yekun balın yüksək olsun. Bəzi uşaqlar buraxılış balını toplayıb ona arxayın olurlar və nəticədə gəlib blokda bilirsiniz ki, çətin olur. İstər 3-cü qrupların Azərbaycan, istər ədəbiyyat, tarix, istər 1-ci, 2-ci qrupların riyaziyyatı. Yəni, çətindir bu fənlər. Ona görə sən nə etməlisən? Bloka ciddi hazırlaşmalısan ki, blokdan da istədiyin balı toplayasan və 2 balın nəticəsi olaraq yüksək bal toplayasan. Yəni, sən işini şansa, bəxtə buraxma. Sən bloka da ciddi hazırlaş. Ona görə biz möhtəşəm bir proqram hazırlamışıq. Demək olar, bütün istiqamətlər üzrə, Azərbaycan dili, ədəbiyyat, tarix, riyaziyyat fənləri üzrə möhtəşəm bir sürət proqramı hazırlamışıq. Həmin sürət qrupuna qoşulan, fənnim adına deyim, qoşulan şagirdlər canlı yayımlarda iştirak edə biləcəklər. Bütün mövzuların, fonetikadan tutmuş bütün mövzuların tam video izahını əldə edəcəklər. Sınaqlar əldə eləmiş oldular. Mövzular tez açılır. Bir həftə məsələn 3 mövzu, 4 mövzu, 5 mövzu imtahana qədər tamamilə təkrarlamış oldular bütün mövzuları. Çünki blokdakı dil qaydaları ilə buraxılışdakı dil qaydaları ilə blokdakı dil qaydaları eyni olmur. Ona görə dərin dil qaydaları bilmək lazımdır. Və biz hətta müəllim səviyyəli testləri də şagirdləri işlədirik ki, sonda istədikləri nəticəni əldə eləyək. Çünki sınaq zamanı, hazırlıq zamanı sən çətin test görməlisən ki, imtahandakı testlər sənə asan gəlmədi. Yox, asan testlərlə, toplu səviyyəli testlərlə hazırlaşıb imtahana gedəndə artıq oradakı sürprizlə qarşılaşacaqsan və bu da gec olacaq. Ona görə bu qruplara qoşulmaqla siz ən azından 25 və yuxarını yazmaq şansı əldə edəcəksiniz. Yəni, mən hətta 30-u sizə vəd edirəm. Yəni, oxuyacağınız halda, oxumayacağınız halda heç bir dənə də vəd eləmək olmaz. Amma oxuyacağınız halda yüksək nəticəni sizə vəd edə bilərik. Keyfiyyətə də ki, tamamilə zəmanət veririk. Dərsin keyfiyyəti olsun, proqramın uyğunluğu olsun, hamısına tam olaraq arxayın ola bilərsiniz. Çünki bu günə qədər mən sizə heç vaxtı yanlış məlumat verməmişəm. Ona görə bundan sonra da güvənə bilərsiniz. Qrupa qoşulmaq üçün 055 597 01 51 nömrələrimizə yazaraq qoşula bilərsiniz və yaxud 099 899 67 77 nömrəmizə zəng eləyərək qoşula bilirsiniz. Birinci nömrə WhatsApp və ya zəng, ikinci nömrə yalnız deməli zəng. Bu nömrəni öncə elan eləmişdim. Sonra nömrəmizə problem yarandı deyə kimlər zəng eləyiblər, onlar qoşula bildilər. Zəng eləməyənlər qoşula bilmədilər. Belə, sabah Ramazan bayramıdır.